Salam əziz dostlar, bugün mən sizinlə çox incə detalları təhlil edəcəm. Birbaşa mövzumuza keçirik. More yoxsa less? More or less ifadəsi binominal PR adlanır. Düzgün ifadə more or less-dir. Az çox, təxminən, aşağı-yuxarı mənasında tərcümə olunur. Əgər testlərdə less or more görsəz, bu ifadə yanlışdır. Söz sırasında dəyişmək olmaz. Very-ni artıq siz bilirsiniz ki, sifətin adi dərəcəsində işlənir, lakin very ifadəsi özündən sonra üstünlük dərəcəsi tələb edir. Bunları ona görə deyirik ki, test tapşırıqlarında ən önəmli yerlərə fikir verəsiniz. Very həm adi dərəcədə, həm üstünlük dərəcəsində, həm də müqayisə dərəcəsində işlənə bilir. Very-nin qarşısında z olduqda üstünlük dərəcəsini göstərir, nümunələrə baxırsınız. The very best, ən yaxşıların ən yaxşısı və s. The very təkcə üstünlük dərəcəsi yox, eyni zamanda müqayisə dərəcəsini əmələ gətirir. The very sifətin müqayisə dərəcəsi çox vaxt the very same, the very last, the very first ifadələri var. Onlarla işlənir. Harda same, first, last görsəz, variantların içərisindən the very olan variantı seçirsiniz. Çünki the very same ilə həmin dəqiq özü mənasındadır. He made the very same mistake again. O elə həmin səhvi yenidən təkrar etdi. Müqayisə dərəcəsini gücləndirmək üçün daha çox, hətta daha da kimi tərcümə edilir. Bu zaman sifətin müqayisə dərəcəsinin adi ismin qaydasından, sifətin qaydasından bildiyimiz kimi better-dir, more-dir, less-dir. Bunları gücləndirmək üçün adi hallarda biz much, far, a lot, even-dən istifadə edirdik. Much better, far more və s. Ancaq müqayisə olunan isim konkretdirsə və önündə z artiklı varsa, the very vurğunu artırmaq üçün istifadə edilə bilər. Adi standart halda much better, çox daha yaxşı, amma enfatik, gücləndirilmiş şəkildə isə the very better choice. Ən dəqiq, hətta daha üstün seçim, iki şey arasında dəqiq vurğu edərkən istifadə olunur. Burada əsas şərt nədir? Müqayisə dərəcəsində very tək başına işlənə bilməz, yəni very better deyə bilmərik. Düzgün versiya belə olmalıdır. Much better və yaxud da the very better of the two. İki obyekt arasında məhz daha yaxşı olanını seçərkən bu zaman the very better ifadəsindən istifadə olunur. Very-nin qarşısında z artiklı işlənir. Gəlin incə bir məqama baxaq. Very yoxsa much? Very üstünlük dərəcəsinin qarşısında z artiklından sonra gəlir, yəni the very best. Much isə z artiklından əvvəl gəlir. Much the best. Videonu bəyənməyi, əgər faydalıdırsa sizə paylaşmağı unutmayın ki, digərləri bu videodan yararlansınlar. Diqqətinizə görə sağ olun.